Bəşəriyyət tezliklə ciddi bir təhdidlə, göbələk infeksiyalarına qarşı effektiv müdafiənin olmaması ilə üzləşə bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Tehranın iki seçimi var: ya razılaşma əldə etmək, ya da yüksək əvəz ödəmək. Bunu Ağ Evin mətbuat katibi Karolin Levit deyib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Adı Universitetində keçirilən Yeni Dünya Nizamına doğru mövzusunda beynəlxalq forumda çıxış edib. Ölkə başçısı çıxışı zamanı bir çox mühüm mesajlar verib. Ukraynalı deputat Aleksandr Dubinski iddia eləyir ki, Rusiya ilə müharibənin sonunda ölkəsi xəritədən silinə bilər. Brent markalı neft ucuzlaşıb. Suqovuşana köç edən sakinlərə mənzillərin açarları təqdim edilib. Avropanın diqqəti Ukraynaya yönələrkən Qərbi Balkanda gərginlik artır. Region liderləri Rusiya prezidenti Vladimir Putinin bu məqamdan istifadə edəcəyindən ehtiyat edirlər. Bu barədə Politico yazır. Suriya prezidenti Əhməd Şara son 2 ay ərzində ikinci dəfə Türkiyəyə gəlir. Ankara ilə Dəməşqin ən çox danışdığı mövzu hərbi və təhlükəsizlik əməkdaşlığıdır. Bu barədə CNN Türk məlumat yayıb.